Demək qızlar, hazırlaşdım. Belə. Zibillərimi də götürdüm. Gedirəm şeylərə yem almağa. Bir də karqom var. Bir də evdə bir şey var, onları almağa gidiyorum. Gəldim qızlar evə. İndi karqomu açacağım. Ne güzel. Bu kargonun birincisidir. Üç parça bir şey var zaten. Birinci böyle bir aksesuar almıştım. Diye kızlar. Ha, böyle bir şeydi. Sonra böyle bir çanta saklamışım. Onu da 12 manata yakın idi. İndi baktım ki endirmə 6 manata düşüb, 5 manata düşüb. Belə bir şeydir. Bence həqiqətən yəni 11 yox, elə 5 manat basıldı. Ama yani yaşlı. İşte evet. İçi de geniştir. Benim telefon falan rahat koymak olur. Bende ipi var ama bunu istifadə edəcəyimi düşünmüyorum tabii ki de. Esas mesele paltarıma geleyim. Neyse geldi. Paltarım Arap kızlar. Evet. Böyle antiki de var. Şimdi bunu ben C'nin evine bakacağım. Bunu da burada sökmüşüm. Böyle. Böyle kısa. Bu don böyle bandik şeklini yerleştireceğim. Ha, bandik var. Var idi daha doğrusu. Ben onu söktüm. Bu arkasıdır. Arkadan zamoklu var. Təsəvvürün nətər böyüdüsə ehtiyac olunur. Zamoku falan sökməyə. Açmağa istaf. Belə. İçində qubqası var. Bir ədəd belə qulp qoyublar. Belə yarığı var. Belə quyruğu var. Qəşəng. Qəşəng paltardır. Burası bəzi nüanslar var. Raziyesi çok yukarıdadır. Hem de biraz böyüdeyim ben. İndi var. Yadımdayken gətirim tez koka koyum. Ki yadıma çıxması. Bu da lisedi. Bunlardan qorxur. Bu da Karadanın bebişka vardı. Böyüyüblər. Yapıştıram, yeri yox hiç. Buradan yaxıştıram, oradan sökür. Hə, qızlar elə öz paketinə qoydum. Elə götürüm, koyum. Belə. 2000 years later. Demək qızlar, bir daha salam, gününüz xeyirli uğurlu olsun. Mən səhər tezdən çünkü artık nişan az kalmıştı yani. Dedim ki bu hafta paltarı həll edeyim, gələn həftə nişan olacaqdı. Xalamgilə gedirəm. Xalam qızı mənə belə bir balıq hədiyyə eləmək istəyirdi. O da mənim bəxtimdən səhərisi elə bir ki, mən getdiyim gün balıq biri ölmüşdü. Mən tərpənəndən sonra o ikinci də bir 15 dəqiqə geçdi, o da vəfat elədi. Sağ olsun xalam qızı bizim üçün qəşəng belə saftarıq hazırlanmışdı. Balaca qız tələbədir, o da tələbədən aldı. Mən xalamla dərziyə gedirəm qızlar. Dönüşdə də xalam qızlarla getdik ayaqqabı baxmağa. Xalam üstünə baxmaq istəyirdi. Sonra dedik nə olsun, fərqli olsun, sushi zakaz elədik. Demək qızlar gəldik, evə nə aldım? Belə pomidor aldım. 2 kilo burada da, 2 kilo orada da.
Belə masa aldım qızlar. Bunda buz yerinə yığacağım. Belə. Sonra belə patron xiyar aldım. Sonra kök götürdüm. Bir de limon götürdüm. Bir de böyle xiyar götürdüm. Turş koyacağım sonra. Bir de böyle patates soğan aldım. Megastor'da kendime düşmüştü. Bir de kızlar. Böyle bir kazan aldım. Demek kızlar böyle kazanlar görürdüm. Hoşuma gəlirdi. Bilmirəm, istifadə eləməmişəm. Hələ ki, istifadə edib sizə də məlumat verəcəm. Bugün bu qədər kızlar. Sağ olun, sağlıqla qalın. Hələ görüşənə dək.